Bismillahirrahmanirrahim. Bəhsimiz tövhid barəsində olacaq. Tövhid mövzusu, tövhid bəhsi dinimizdə, Qur'an-ı Kərimdə, müsəlman dünyasında ən əhəmiyyətli bəhslərdən biri hesab olunur. Və biz də elə ona görə tövhid bəhsindən başlayacağıq. Xüsusən də 3 nöqtəni nəzərə almaq lazımdır tövhid bəhsinin əhəmiyyəti barəsində. 1. Tövhid ona görə əhəmiyyətlidir ki, bütün peyğəmbərlər, Allah Teala Qur'an-ı Kərimdə buyurur ki, onların göndərilməyində əsas məqsəd insanları tövhidə, tək Allahçılığa, Allahın təkliyinə, insanları dəvətə görə göndərmişdir. Allah Teala Qur'an-ı Kərimin Nəhl surəsinin 36-cı ayəsində belə buyurur: "Və laqad ba'athna fi kulli ummatin rasulan an i'budullaha vectenibut-tağut." Biz hər ümmətə Allaha ibadət edin, tağutdan çəkinin deyə peyğəmbər göndərmişdik. Görün, Allah Teala buyurur ki, bütün ümmətlərə hər bir peyğəmbər gəlirsə, peyğəmbərin birinci vəzifəsi insanları tövhidə çağırmaqdır. Və hər gündə müsəlmanlar gündəlik namazlarımızda bir yox, iki yox dəfələrlə deyirik: İyyəkə na'budu və iyyəkə nəstə'in. Yalnız sənə ibadət edirik, yalnız səndən kömək istəyirik. Peyğəmbərlər tövhid üçün göndərilib. İnsanları tək Allahçılığa çağırsınlar. O cümlədən də müsəlmanlar vəzifələri hər gün Allaha bu sözü dəfələrlə təkrar etməkdir. Yalnız sənə ibadət edirəm, yalnız səndən kömək diləyirəm. Hətta qeyri-müsəlmanlarla belə, xristiyanlarla belə, baxmayaraq ki, müsəlman deyirlər, baxırıq Qur'an-ı Kərimə, Allah Teala Ali İmran surəsinin 64-cü ayəsində hətta əhli kitabla, xristiyanlarla, yəhudlərlə bağlı aramızda olan ortaq nöqtənin, müştərək nöqtənin tövhid olmağını deyir. Onları da biz tövhidə çağırırıq. Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan bir kəlməyə tərəf gəlin. Nədir o xristiyanlarla, yəhudlərlə, müsəlmanlar arasında olan eyni kəlmə? Allahdan başqasına ibadət etməyək, ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi Rəbb qəbul etməyək. Baxın, hətta xristiyanlarla belə biz ortaq nöqtəyə əgər gəlmək istəyiriksə, ortaq nöqtədə olduğumuz əsas mövzu tövhid mövzusudur. Deməli, tövhidin əhəmiyyəti ilk növbədə bundan ibarətdir ki, tövhid bütün peyğəmbərlərin göndərdiyini, missiyasının əsas hədəfidir. 2. Hər gün bizi Allahdan ibadətimizi yalnız ona, tövhid əhli olmağımızı istəyirik. 3. Həmçinin qeyri-müsəlmanlarla belə bizim əsas müştərək nöqtəmiz Allahın tövhid bəhsidir. Allaha ibadətdə heç kəsi şərik qərar verməməkdir. Tövhid bəhsinin ikinci əhəmiyyətli, mühüm olması ondan ibarətdir ki, hal-hazırda müsəlmanlar arasında olan ixtilaflar və problemlər, hətta fətvalar verilib, başqasının qanının halal edilməsi, müsəlmanların qanının tökülməsi, məscidlərin partladılması bir ittihamla baş verir. Tövhidin əksi olan şirk. Bəli, tövhid əhəmiyyətlidir. Biz ona görə tövhid bəhsini açırıq ki, bu günləri müsəlman dünyasında çox təəssüflər olsun ki, böyük problemlərimiz qala-qala, digər zalimların, müsəlmanların haqqını tapdalayanların qabağında duruş getmək əvəzinə öz aramızda olan bir-birimizi ittiham etməklə tövhid əhli yaxud da müşrik olmaq söhbətləri bugün aktualdır. Bəli, hal-hazırda müsəlman dünyası göz qabağındadır. Müxtəlif bəhanələrlə, şirk bəhanəsi ilə, kafirsən deməklə müsəlmanlar arasında qardaş qırğın salıblar. Halbuki tövhid bizim özümüzü, müsəlmanları birləşdirməli olan bir məsələ idi. Ona görə tövhid bəhsi ikinci bu cəhətdən əhəmiyyətlidir. Və biz bu əhəmiyyətli başa düşüb, ona görə bu ixtilafların aradan getməsi üçün müsəlmanların əqidə məsələsində birliyinin, qardaşlığının yaranması üçün tövhid bəhsinin önəmli olduğunu düşünürük. Tövhid bəhsinin üçüncü əhəmiyyətli olmasının səbəbi və dəlili dinimizdə, xüsusən də Əhl-i Beyt imamlarımızın buyurduqlarına əsasən, Əhl-i Beyt arıcılarının bugün etdiyi bəzi əməllərin təvəssül, təbərrük, Əhl-i Beyt imamlarına salam vermək, qəbirlərin yanında dua oxumaq, onlardan hacət istəməklə bağlı olan məsələlərdir. Tövhid məsələsi əgər həll olarsa, tövhid barədə bütün anlaşılmamazlıqlar aradan qaldırılarsa, təvəssül bəhsi
təbərrüc bəhsi, imamlara salam verib qəbirlərin ziyarətinə getmək bəhsi də həll olacaqdır. Tövhid məsələsi təməl olduğuna görə, kök olduğuna görə təvəssül bəhsinin ona bağlılığı var. Ona görə bəziləri təvəssülü haram, şirk və təvəssül edənlərin qanını halal bilir ki, onlar tövhiddə elə bir tərif veriblər, tövhiddə elə bir söz deyiblər, nəticəsi təvəssülü qadağan edir. Ona görə onlar təbərrükə icazə vermirlər. Ona görə onlar digər müsəlman qardaşlarının qanını halal bilirlər. Təvəssül, təbərrük bəhsindən əvvəl tövhiddə ixtilaflar var. Əgər biz tövhid məsələsində ixtilaflarımızı həll etsək, tövhid məsələsindən sonraki məsələlər təvəssül, təbərrük və digər ziyarata getmək, qəbirlər yanında dua etmək, salam vermək bu məsələlər daha həll olmuş olacaq. Deməli, qısa, tövhidin əhəmiyyəti 1. Ona görə ki, bütün peyğəmbərlər hamısı bizi tövhidə çağırır Allah tərəfindən. 2. Hər gün müsəlmanlar özünə vəzifə bilir Allahın təklilinə şəhadət verib və Allaha ibadət etdiyini desinlər. Fatihə surəsi 5-ci ayə. O cümlədən hətta xristianlarla, qeyri-müsəlmanlarla, əhli kitab, yəhudilər, xristianlar, onlarla da bağlı bizim aramızda olan ortaq nöqtə Quran-ı Kərimin Ali İmran surəsinə əsasən ortaq nöqtəmiz Allaha ibadət etmək, Allaha şərik qərar verməməkdir. Və bir yandan da baxırıq müasir dünyamıza, xüsusən müsəlmanlar arasında tökülən qanlar, verilən fətvalar, məscidlərin partladılması, müsəlmanın başını kəsməsi nədən qaynaqlanır? Biri digərini şirkdə, kafir olmaqda, müşrik olmaqda ittiham edir. Tövhid üstündə bəhslər qurulur. Və axırıncısı da ki, dediyimiz kimi, ona görə tövhid bəhsi əhəmiyyət edir ki, dinimizdə olan bəzi əməllər, təvəssül, təbərrük, bunlar hamısı qayıdır tövhidə. Tövhid məsələsi həll olandan sonra o bir məsələlər də inşallah həll olacaq. Allah bizi tövhid əhlindən qərar versin.